Dövlət qulluğuna aid 2 sualın izahına baxaq. Altına xətt çəkilmiş sözlərdən biri quruluşuna görə digərlərindən fərqlidir. Biz bir-bir həmin sözləri tərkibinə görə təhlil edək. Hər şey bir qırpımda həll olundu. Qırp sözün kökü leksik şəkilci. Bu söz düzəltmədir. Qapım üzünüzə həmişə açıqdır. Qapı sözün kökü mənim qapım. Burada mənsubə şəkilçisidir, sadədir. C bəndi. Şairin duyum hissi güclü olmalıdır. Duymaq, burada leksik şəkilçidə düzəltmə. Geyimi səliqəli idi. Geymək sözün kökü düzəltmə. Və Qədirin ölüm xəbəri hamını sarsıtmışdı. Ölmək sözün kökü də leksik şəkilçi. Deməli, A, C, D-yi düzəltmə, B isə sadə oldu, fərqli olan B bəndi oldu. Cavab oldu B bəndi. 72-ci sual. Səhərin açılmağı hamının sevincidir nümunəsində ki, qrammatik şəkilçilərin düzgün ardıcılığı müəyyən edin. Biz bir-bir qrammatik şəkilçilərə baxaq. Səhər sözün kökü yiyəlik hal şəkilçisi. Yiyəlik hal şəkilçisi burada 4-dür. Altdan biz yazaq 4. İkinci, açılmağı. Açıl sözün başlanğıc formasıdır. Maq burada məstər şəkilçisidir. Məstər şəkilçisi 2. Səhərin açılmağı isə mənsubə şəkilçisidir. Mənsubə şəkilçisi də oldu 5. Sonra hamının, hamı sözün köküdür. Nın yiyəlik hal şəkilçisidir. Yiyəlik hal 4-dür. Və sevincidir. Hamının sevinci. Burada mənsubə şəkilçisidir. Yenidən mənsubə şəkilçisi yazırıq 5 və sonuncusu dir xəbərli şəkilçisidir 1. Cavabımız oldu 4, 2, 5, 4, 5, 1. 4, 2, 5, 4, 5, 1. O da oldu C bəndi.